Biz dediğimiz Ona görə sözün... dövlətə xəyanət edən adam haqqında danışmırsın da məsuliyyət Biz hissi var. yeri gəlmişdə danışanlarını bilmənəm. Qabaq danışıbsan. Mən danışarıq, Ramiz Mehdiyevin 15 nəfəri siyahıya almışdı ki, onları məhkəməyə verəcəyəm və sonra nəsə vermədi. Onlardan biri də mən idim. Nə demişdin də deyirəm. Mən söyləmişdim ki, mən bilirsiniz bir şey ifadə işlədərkən mən fikirləşdim. Geri gəlince iki siyah. Mənə deyə bilərlər ki, bax mənə deyirlər, sən deyirsən ki, 5-ci kolonda düzdür, məşqdir. Tutaq qarşı tərəf məni verir məhkəməyə. Ki sən məni adlandırmısan 5-ci kolon düzdür. Mən 5-ci kolon məhkəməyə veriləndə 5-ci kolon mən dildi də dedim bunu. Necə ki, Sərdar bəy çox şey deyir. Amma sabah məhkəməyə verilən gəl sübut elə ki, mən 5-ci kolonam, bu sözün müəllifi mənim, əlimdə arqumentlərin, faktlarım yoxdur. Ancaq deyilən ancaq iddia ola bilər. İddiadır bilirsən də məhkəmədə qəbul edilmir. İddiadır bu. Sübut elə, təksib edilməz faktlar siz Patruşevlə danışıqlar gedirsiniz. Düzdür? Bu kimi danışıqlar əgər doğrudan da təsdiqini tapsa çox ciddi arqumentlərdir. Amma bunlar olmayacağı təqdirdə mən desəm ki, qəzetlər yazırdı, mətbuat yazırdı, bax partiya sədri Sərdar bəy deyirdi ki, siz 5-ci kolon rəhbərlik edirsiniz. Bunlar keçmir. Bunun çıxışları var. Çıxışı deyir ki, biz parlamentdə hər adam vurxanlar ki, Rusiyanın bizim münasibətləri pozsun. Bunu eşidibsən, bu bəyanatsan, Ramiz Mehdiyev adına. Nə reaksiya verirsən? Mən sizə bir şey söyleyeyim. Dövlət siyasətinə qalanda. Yaxşı, qoydum dövlət siyasətinə qalanda. Dövlət siyasətinə qalanda Rusiyanın münasibətləri pozmaqla bağlı bizim bir siyasətimiz yoxdur. Qulaq, bir dəqiqə, açaq ol. O baxımdan siz Ramiz Mehdiyevi müdafiə edirsiniz. Ramiz Mehdiyev bu xəyanəti neçə müddətə başlayıb eləməyə? Dövlət zorakı yolla hakimiyyəti ələ almaq və dövlətə xəyanət. Bu neçə günlük bir proses olur? Mənə elə gəlir ki, 2019-cu ildə hakimiyyətdən getdikdən sonraki dövrə qiymət vermək lazımdır. Cənab Prezidentin bir məşhur bir ifadəsi var. Cənab Prezidentin söylüyor ki, heç kim deməsin ki, mənim falan böyük xidmətlərim var. Xidmət eləmirsən, mükafatını da almışsan. Söhbət bu gündən gedir. Elmam, nə vaxt gedir hakimiyyət? 2019-cu il oktyabrın 20. 2019, bölün ayı neçədir? 2025. 6 il keçib. 6 ildir bu adam dövlət çevrilişinə hazırlaşır. 6 ildir bu adam vətənə xəyanət edir. İndi bu cinayət işinin qaldırması nə ilə bağlıdır? Mən də sənə deyirəm ki, bu bir siyasi, həm hüquqi bir həm də siyasi iradə. Bu siyasi iradə nə vaxt meydana çıxdı? Tam arxayındır ki, mən bu cinayət çətəri neytrallaşsam dövlətə ziyan dəyməyəcək.